Həkim, uşaqlardan istəyərdim biraz danışaq. Yəni uşaqlar, bir də görürsünüz ki, elə uşaqlar olur ki, baxırsan uşaqdır, deyir başım ağrıyır, inana bilmirsən ki, deyirsən bəlkə soyuq dəyib, bəlkə getmirsən, çox belə deyim, amma bu belə deyim də, bu halsızlıq, bu baş ağrıları uzun müddət onda davam eləyir. Yəni həkimə mütləq gətirmək lazımdır da həmin anda. Yox, mütləq gətirmək lazımdır. Məsələn, elə hamımız xatırlayırıq ya uşaqlığımızı, ya yanımızdakı olan uşaqları. Sovet dövründə daha çox təsadüf eləyirdi, indi də olur. Uşağı aparırlar həkimə, həkim deyir ki, beyin daxil təzyiqi var uşağın, mütləq başlayır uşağı müalicə eləyir gecə və gündüz. İynə, dərman və sonunda yenə uşağın başı ağrıyır. Çünki o uşağın beyin daxil təzyiq diaqnozu ümumiyyətlə dünyada yoxdur, elmdə yoxdur. O da miqrendir. Eləcə orada bir sual verməlisən ki, uşağın valideyninə ki, baş ağrın varmı? Uşağın anası, atası, baba, nənəsi, dayısı, xalası, bibisi, maması kimsə desə ki, baş ağrım var, o dəqiqə bilirsən ki, bu genetik keçir. Çünki miqren baş ağrısı 60% genetik keçir Anar bəy. Bir 40%-nin hələ elmdən məlum deyil ki, nə ilə əmələ gəlir. Onu bilən kimi artıq onu müalicə eləmək, onu qaydasına salmaq, uşağı baş ağrısından azad eləmək çox asandır. 2 yaşında gətirir uşaq deyir ki, deyirsən ki, bəs varmı, görürsən ki, miqrendir. Deyir, doktor, elə şey olarmı? Deyirsən ki, bu genetik keçən şeydir. Axı, o xəstəliklər hansı genetik keçir, onun yoxdur sorağı ki, bu nəcr oldu, yaşı neçədir. Yəni, çox erkən yaşlardan uşaqlarda baş ağrısı verə bilir. Bir də var ki, bu yoxdur, onda axtarırsan ki, görüm uşağın qurt xəstəliyim var, qan azlığım var və yaxud əsəb pozğunluğum var. Onda və yaxud qanın tərkibində elementlərin çatışmamazlığım var. Yəni, səbəbini tapırsan və uşağa yardım edirsən, uşaq baş ağrısından azad olur. Allah köməyiniz olsun. Ümumiyyətlə, Allah bütün uşaqlarımıza şəfa versin və koordinatlarını görürsünüz həkimin. Bir daha da qeyd edirəm ki, Həzzə Aslanov metrosunun çıxışında Niyaməddin Musayevin evinin böyründə yerləşir. Doktor Seyfəddin Əsədin klinikası, hər kəs müraciət eləyə bilər oraya. Nigar Şabanovun da blokunu yəni. Bəli, Nigar onda səsi götürəndə aləmi götürür Nigarın.